Bakı şəhərindən Təranə Xəlilova yazır ki, bank olmayan kredit təşkilatından 200 manat kredit götürmüşəm. Faizi artıb 450 manata çatıb. Tez-tez müxtəlif şəxslər zəng edərək, pulu tam ödəməsəm təhsil aldığım universitetə gəlib rəhbərliyə deyəcəkləri ilə hədələyirlər. Kredit təşkilatının belə səlahiyyəti varmı? Əvvəla bildirmək istərdim ki, kredit götürülübsə vaxtında ödənilməlidir. Suala gəldikdə isə bildirim ki, qeyd edilən məlumat bank sirrini təşkil edir. Azərbaycan Respublikasında bank sirri mülki məcəllə və banklar haqqında qanunla mühafizə olunur. Mülki məcəllənin 967-ci maddəsinə və banklar haqqında qanunun 41-ci maddəsinin 1-ci bəndinə əsasən bank hesabının və bank əmanətinin hesab əməliyyatlarının və müştəri haqqında məlumatların sirrinə, bank hesabının hesab üzrə əməliyyatlar və qalıqların, habelə müştəri haqqında məlumatların və o cümlədən müştərinin adı, ünvanı, rəhbərləri haqqında məlumatların sirrinə bank təminat verir. Bank sirrini təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və onların nümayəndələrinə, həmçinin qanunda nəzərdə tutulmuş hallarda və qaydada dövlət orqanlarına və onların vəzifəli şəxslərinə, habelə kredit bürolarına verilə bilər. Bank sirri təşkil edən məlumatların bank tərəfindən qanunsuz yayılması, qanunda nəzərdə tutulmayan şəxslərə açıqlanması mülki hüquqi məsuliyyətə səbəb olur. Mülki məcəllənin 1097-ci maddəsinin 1-ci bəndinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Ona görə də vətəndaşlar hədələyici zənglərlə bağlı hüquq mühafizə orqanlarına bank sirri yayıldığı təqdirdə isə məhkəməyə müraciət edə bilərlər.